Təsəvvür edin ki, sizin CV-nizi bir insandan, yəni işə götürəndən əvvəl süni intellekt oxuyur. Bu artıq fantastika deyil. Bəzi məlumatlar var ki, hər vakansiyaya bəzən 500-dən çox CV gəlir. Belə bir zamanda bu demək olar ki, reallıqdır. Bəs belə bir vəziyyətdə süni intellekt sizi necə qiymətləndirir? 1 və 0-a xoş gəlmisiniz. Bugünkü mövzumuz süni intellekt artıq işə qəbul edir, səni seçəcəkmi? Bugün biz süni intellektin işə qəbul prosesini, xüsusən də CV analizinin necə dəyişdirdiyinə baxacağıq və ən əsası, siz bu yeni reallığa necə uyğunlaşa biləcəyinizi araşdıracağıq. Əlimizdə Enhance CV, Zapier kimi şirkətlərin təcrübələri, həmçinin ABŞ milli akademiyalarının olduqca əhatəli bir hesabatı var. Məqsədimiz nədir? Gəlin anlayaq görək, süni intellekt CV-lərin necə görür və siz özünüzü ən yaxşı şəkildə necə təqdim edə bilərsiniz? Elə isə gəlin başlayaq. Bu süni intellekt sistemləri, bəzən onlara ATS, yəni ərizəçi izləmə sistemi deyirlər. Amma daha müasirləri də var bunlar. CV-ləri necə yoxlayır? Amazon, Google kimi böyük şirkətlər, məsələn, HireVue, LinkedIn Recruiter, Pymetrics kimi alətlərdən istifadə edirlər. Aldığımız məlumata görə, bu sistemlər təkcə açar söz axtarmır. Həm uyğunluğa baxır, bacarıqlara, təcrübəyə, hətta CV-nin ümumi tonuna belə fikir verir. Yəni CV-niz sadəcə oxunmur, sanki, necə deyim, skaner edilir, analiz olunur. Bəli, bu çox vacib bir fərqdir, həqiqətən. Çünki bu sistemlər nə qədər ağıllı görünsələr də, əslində qüsursuz deyillər. Baxın, milli akademiyaların hesabatında da bu vurğulanır. Onlar bəzən halüsinasiya edə bilirlər. Halüsinasiya, yəni... Tamamilə yanlış, hətta uydurma məlumatlar yarada bilirlər və ya qərəzli ola bilirlər. Keçmişdə belə hallar olub. Məsələn, Amazon bir vaxtlar bir alət hazırlamışdı. Sonra onu ləğv etdilər. Çünki sistem daha çox kişi namizədlərin məlumatları əsasında öyrədildiyi üçün qadınları ədalətsiz şəkildə aşağı qiymətləndirildi. Ciddi problemdir bu. Əlbəttə. Bax, məhz buna görə də CV-ni optimallaşdıranda təkcə süni intellekti düşünmək olmaz, həm də sonda onu oxuyacaq insanı nəzərə almaq şərtdir. Milli akademiyalarda deyir ki, bu texnologiyaların real təsirini ölçmək üçün daha yaxşı yollar tapmalıyıq. Yaxşı, onda gələk praktik tərəfinə. Bu optimallaşdırmanı necə edək? Yəni, CV-miz həm o sistemdən keçsin, həm də işə götürənə, bu namizəd maraqlıdır dedirtsin. Yəqin ki, ilk ağla gələn açar sözlərdir, elə deyilmi? Bəli, bəli. Açar sözlər vacibdir. İş elanında hansı terminlər varsa, onları CV-də əks etdirmək lazımdır. Enhance CV mənbəsi də bunu təsdiqləyir. Amma burada bir incə məqam var. Bunu təbii etmək lazımdır. Yəni, CV-niz sadəcə açar söz yığını kimi görünməməlidir. Mənalı bir hekayə danışmalıdır. Robot kimi səslənməkdən çəkinmək lazımdır. Formatın da yəqin ki, böyük rolu var. Aydın başlıqlar, oxunaqlı şriftlər. Tamamilə razıyam. Hətta Enhance CV deyir ki, əgər düzgün, yəni ATS uyğun şablon seçsəniz, foto və ya loqolar belə problem yaratmaya bilər. Bu, çoxları üçün yəqin ki, təəccüblüdür. Bəli, formatla yanaşı dil də çox önəmlidir. Fəaliyyət bildirən güclü feillərdən istifadə etmək məsələn. İdarə etdim, nail oldum, inkişaf etdirdim kimi. Və ən əsası, ölçülə bilən nailiyyətlər. Məsələn, satışları 15% artırdım və ya xərcləri 10% azaltdım. Bu, həm süni intellektin reytingini qaldırır, həm də insanın diqqətini çəkir. Yəni, bacarığı sadalamaq bəs eləmir? Qətiyyən, sadalamaq kifayət deyil. Onu konkret bir vəziyyətdə necə tətbiq etdiyinizi və nəticədə nə əldə etdiyinizi göstərmək lazımdır. Bu, əslində, nə bildiyinizi yox, bildiklərinizlə nə etdiyinizi göstərir. Daha təsirli olur. Deməli, bir növ incə bir balans tapmaq lazımdır. Süni intellekt üçün optimallaşdır, amma özün olaraq qal, şəxsiyyətini itirmə. Bəs bu həqiqətən mümkündürmü? Yəni, həm o texniki tələblərə cavab ver, həm də CV-in çox süni, çox şablon kimi görünməsin. Bu, əla sualdır və çox vacib bir məqamdır. Enhanchev də qeyd edir ki, çox ümumi, sanki, necə deyim, generativ süni intellekt tərəfindən yazılmış kimi görünən mətnlər həqiqətən də əks təsir göstərə bilər. Adamlar bunu hiss edir. Burada maraqlı olan odur ki, süni intellekt təkcə nə yazdığına baxmır.
o, həm də məlumatı necə təqdim etdiyinizə fikir verir. Necə yəni? Bu, əslində daha böyük bir trendin parçasıdır. Baxın, milli akademiyaların hesabatı göstərir ki, süni intellekt bütün peşələri birdən-birə yox etmir. Daha çox peşələrin daxilindəki spesifik tapşırıqları dəyişdirir, avtomatlaşdırır və ya başqa şəklə salır. O, mövcud bacarıqları artıra bilər. Buna augmentasiya deyilir. Məsələn, GitHub Copilot var. Proqramçılara kod yazmaqda kömək edir. Onların məhsuldarlığını artırır. Maraqlıdır. Hətta bir araşdırma var. Noy və Zhang adlı tədqiqatçılar edib. Müəyyən ediblər ki, yazı tapşırıqlarında generativ süni intellekt daha az təcrübəli işçilərə daha çox kömək edir. Sanki o bacarıq fərqini bir qədər azaldır. Bu, çox dinamik bir prosesdir. Yaxşı, CV məsələsi aydındır, amma deyəsən süni intellekt təkcə CV-lər üzrə analiz etməklə qalmır, ümumiyyətlə bütün iş axtarma prosesinə təsir göstərir, elədir? Tamamilə doğrudur. İş axtarışının demək olar ki, hər mərhələsində süni intellektdən faydalanmaq üçün alətlər var artıq. Məsələn, Zapier kimi platformalar vasitəsilə təqib məktubları, follow-up və ya təşəkkür məktubları kimi təkrarçı e-mailləri avtomatlaşdırmaq olar. Bu, vaxta qənaət edir. Sonra müsahibə məşqi üçün platformalar var. Google Interview Warm-up və ya Interviews by AI kimi. Bunlar sizə real müsahibə təcrübəsi yaşadır. hətta real vaxt rejimində kömək edənlər də var deyəsən. Bəli. Final Rounds Interview Copilot kimi vasitələr var ki, müsahibə zamanı sizə ipuclar verə bilir. Bu, biraz mübahisəli məsələ dəstəmdə, amma mövcuddur. Maaş danışıqlarına gəldikdə, PayScale kimi alətlər var ki, bazar ortalamaları haqqında məlumat verir, sizə daha hazırlıqlı olmağa kömək edir. Hətta Zapier Central kimi platformalar var ki, orada siz özünüzə uyğunlaşdırılmış CV və motivasiya məktubları yaratmaq üçün xüsusi süni intellekt iş axtarış botları qura bilərsiniz. Yəni, imkanlar çox genişlənir. Vay canına, bütün bu texnologiyalar, yəni bu qədər alət, işin gələcəyi üçün nə deməkdir? Nə gözləməliyik? Bax, bu bizi birbaşa milli akademiyaların hesabatındakı əsas məqamlara gətirir. Süni intellekt bəzi bacarıqları, necə deyim, köhnəldə bilər, dəyərdən sala bilər. Amma eyni zamanda yenilərinə tələbat yaradır. Mövcud təcrübəni gücləndirə bilər, yəni augmentasiya edə bilər və ya tamamilə yeni rollar, yeni işlər ortaya çıxara bilər. Maraqlı bir proqnoz da var hesabatda. Deyirlər ki, əgər kognitiv, yəni zehni əmək tələb edən tapşırıqlar daha çox avtomatlaşdırılarsa, o zaman insan əməyi tələb edən fiziki işlərə tələbat arta bilər. Məsələn, qayğı sektoru, tibb bacılığı, tikinti, təmir kimi işlər. Bu, maraqlı bir perspektivdir. Amma əlbəttə, gələcəklə bağlı hələ çox qeyri-müəyyənlik var. Heç kim dəqiq bilmir hər şey necə olacaq. Deməli, yekunlaşdırsaq, bütün bu müzakirədən sonra dinləyicimiz üçün əsas çıxarış nə olmalıdır? Nəyi yadda saxlasınlar? Əsas məqam məncə budur. Süni intellekt artıq işə qəbul prosesinin ayrılmaz bir hissəsidir. Bu reallıqdır və bundan qaçış yoxdur. Ona görə də CV-nizi həm sistemlər, həm də insanlar üçün diqqətlə hazırlamaq lazımdır. Eyni zamanda iş axtarışında bu süni intellekt alətlərindən ağıllı, yəni strateji şəkildə faydalanmaq vacibdir. Və ən əsası, məncə, texniki optimallaşdırma ilə öz unikal təcrübənizi, bacarıqlarınızı, şəxsiyyətinizi, yəni siz edən o insani cəhətləri balanslaşdırmaqdır. Çox sağ olun. Son olaraq, dinləyicilərimiz üçün üzərində düşünməli bir fikir, biraz provokativ bəlkə də. Bəli, bir fikir var. Süni intellekt bəzi işləri avtomatlaşdırır. Bu doğrudur. Amma milli akademiyaların hesabatında qeyd olunan bir senari də var. Süni intellekt həm də insan təcrübəsini artıra bilər, yəni augmentasiya edə bilər və tamamilə yeni ekspertiza sahələri yarada bilər. Ona görə də əsas sual təkcə süni intellekt məni seçəcəkmi deyil. Bəlkə də daha vacib sual budur. Mən süni intellektdən gələcəkdə dəyərli olacaq yeni bacarıqları və təcrübəni formalaşdırmaq üçün necə istifadə edə bilərəm? Yəni, düşünün, sizin sahənizdə tələb olunan bilik və bacarıqlar zamanla necə dəyişə bilər? Süni intellekt bunu necə təsirləndirəcək?
Bu bir daha onu göstərir ki, davamlı öyrənmə, yeni şeylər mənimsəmə və dəyişən şəraitə uyğunlaşma qabiliyyəti gələcəkdə bəlkə də hər zamankindən daha kritik olacaq.